Pomodoro, yəni bildiyimiz pomidorun da psixologiyada öz yeri var. Qəribədir, o qədər də deyil. Pomidorun Newtonun almasında nə əksiyi var? Amma mövzu bu deyil. Əgər siz də zamanı doğru bölüşdürməkdə çətinlik çəkirsinizsə, işiniz, dərsiniz, tapşırıqlarınız sökülüb qalırsa, zehnən yorğun hiss edir və məhsuldar çalışa bilmirsinizsə, Pomodoro ilə tanış olmağınız məsləhətdir. İllər əvvəl İtalyan Francesco Cirillo da eyni şikayətlərdən əziyyət çəkirdi. Ta ki, mətbəxdəki pomidor tik-tak deyənə qədər. Francesco işlərini görərkən mətbəxdəki qırmızı pomidor zamanlayıcını qurub, tik-tak səsi gələnə qədər diqqəti dağılmadan işləyə bilirdi. Bax elə o Pomodoro Francesco'nun mətbəxindən çıxıb insanların məhsuldarlığını artıran Pomodoro üsuluna çevrildi. Motivasiyanız azdırsa, işlərinizi ləngitməyə min bəhanə axtarırsınızsa, fokuslanmaq sizə çətin gəlirsə, Pomodoro üsuluna siz də şans verin.